Allah Teala Qurani-Kərimdə buyurur və əhsən kəma əhsənəllahu ileyk. Allahın sənə yaxşılıq elədiyi kimi sən də digərlərinə yaxşılıq elə. Yaxşılığın özünün bir xüsusiyyəti var ki, insanın özünü yaxşı eləyir. Başqalarına yaxşılıq eləmək, başqalarına ehsan eləmək, xoş davranmaq əslində insanın özünə yaxşılıq eləməsi deməsidir. Görəsən Allah insana necə yaxşılıq eləyir ki, və bunu da insandan istəyir ki, Allahın ona yaxşılıq elədiyi şəkildə insan yaxşılıq eləsin. Allah əgər insana yaxşılıq eləyirsə, bunun bir mənası budur ki, Allah insana bunu öyrətmək istəyir ki, əgər sən yaxşı olmaq istəyirsənsə, başqalarına yuxarıdan aşağı baxmayaraq, başqalarının eyblərini açmayaraq, başqalarının günahlarını, səhvlərini, xətalarını qabartmayaraq yaxşı olasan. Yaxşılıq əslində elə budur ki, insan əgər bir nəfərin səhvini, xətasını görürsə, onu gedib başqa yerdə danışıb, açıb, ağartmasın. Buna dəlil olaraq Qurani-Kərimdən bir çox misallar çəkmək olar. Onlardan da biri Həzrəti Yusuf Peyğəmbərin məsələsidir ki, qardaşları ona olmazın əziyyətləri, zülmləri belə verdilər. Amma sonda ki, məlum məsələdir, hər kəsin bundan xəbəri var. Sonda atası ilə görüşdən sonra keçmiş xatirələri danışıb, qardaşının onun başına gətirdiklərini danışıb, orada qardaşlarının abrını atasının yanında aparmadı. Bu Həzrət Yusuf Peyğəmbərin yaxşılıq ədəbidir. Əslində bir ədəb nümunəsidir ki, Qurani-Kərimdə buyurur ki, وَقَدْ أَحْسَنَ بِي إِذْ أَخْرَجَنِي مِنَ السِّجْنِ Allah mənə zindandan məni xilas eləməklə yaxşılıq elədi. Əslində Allah Teala quyudan da xilas eləmişdi Həzrət Yusufu. İnsanın quyudan xilas olması zindandan xilas olmasından daha çətindir. Zindanda belədir ki, mümkündür ki, amnistiya düşsün, şah onu əfv eləsin və yaxud şah dünyasını dəyişsin, hakimiyyət dəyişsin və s. və ilaxır bəhanələr var insanın zindandan çıxmasına. Amma quyu elə bir şeydir ki, quyudan çıxması yalnız qalıb Allahın ümidinə. Amma Həzrət Yusuf Peyğəmbər quyunu demədən birbaşa keçdiyi zindanı dedi ki, Allah mənə zindandan xilas eləməklə yaxşılıq elədi. Niyə görə quyunun adını çəkmədi? Buna görə ki, əgər quyunun adını çəksəydi, onda qardaşlarına elədiyi zülmü danışmalı olardı. Çünki quyuya düşməsinin səbəbi də onun atılmasının səbəbi də onun qardaşları idi deyənə, qardaşlarının adını çəkməməyinə görə və qardaşlarının bu xətasını açmamağına görə, atalarının yanında onları baş aşağı rüsvay eləməməyinə görə Həzrət Yusuf Peyğəmbər zindanın adını çəkdi. Əslində Allah Teala yaxşılıq eləmişdi, yəni bu mənada. Mən də Allahın mənə elədiyi yaxşılıq kimi qardaşlarıma yaxşılıq edirəm. Bu özü bir ədəb nümunəsidir və bizlər üçün, biz cəmiyyət üçün, biz insanlar üçün bir nümunədir.